Bugün mən bilirəm ki, sabahları bizim qızımızın toyudur, Səbinənin toyudur. Amma mən orada ola bilməyəcəm. Kəmalə xanımın sığınacağındayam. Buradakı uşaqları bilirəm, Kəmalə xanım qədər heç kəs sevə bilməz. Yəni o uşaqların ki, bəzilərinin anaları, ataları var ki, heç onların heç bir xəbəri yoxdur. Yəni mən də Kəmalə xanım qədər sevə bilmərəm, amma mən Kəmalə xanımın yanında böyüyən uşaqlar qədər düşünməyi bilirəm. Çünki mənə çox yaxın, mənə çox əsas belə deyək də ruhuma yaxın bir yerdir. Bunu insanlar bilir. Sabah Səbinəmizin toyudur, amma mən rayona çıxıram, Gəncəyə gedəcəm. Onun üçün bir ana kimi deyim də, xətrinizə dəyməz hər halda. Bir cehiz kimi deyək, bilmirəm. Onun üçün belə bir hədiyyə elədim. Bilmirəm nə qədər doğrudur, nə qədər səhvdir. İndi qaça-qaça gələcəklər, gediblər gəlin paltarını premyer amma içimdən gəldi. Səbinə qızım, xoşbəxt ol. Arzu edirəm ki, bu gözəl ananı inşallah, inanıram bitirməyəcəksən. Çünki biz də bax, internet uşaqları olaraq bizim orada böyüdən anamız, Mila anamızı, Mila müəlliməmizi heç unutmadım. Sizə də baxanda onu xatırlayıram. Çox sağ olun. Xoş gəldiniz. Xoş gəldiniz. Getdik. Bahar xalabı sizə bax belə hədiyyələr gətirsin. Siz görmüşsünüz qonşanı əslində oğlan evi gətirər. Yox elə, oğlan da bizimdir, qız da bizimdir, hamısı Kızlar, sizə bizimdir. qismət olsun, mənim mələklərim. Necə ki, zamanında bizim interneta yardımlar gətirərdilər. Kimsə əlində bir balaca piçeni də gətirsə, biz sevinərdik. Yəni, bunlar bizim yaddaşımızdadır. Tanımadığımız insanlar da var idi ki, onlar da bizə dəstək olurdular. İndi, nə bilim, qurban olmalığa, bu uşaqların da yeri, yuvası buradır. Biz insanlar da əlimizdən gələni etməliyik. Birazdan xonçalar gələcək, sağ olsun. Bu biraz az yaşlı uşaqların yeri. Bura orta yaş qızlar. Qızlar, söz verirəm, bir gün gəlib sizlə qalacam. İnşallah. İnşallah. Görürüz, adi uşaqların, analat uşaqların incimini belə belə olmur. Buna bax, səliqəyə, səhmana bax. Mütləq hər bir qızın özün aksusu. Bütün burada çalışanlara halal olsun. Müəllim heyətinə də, Kəmalə xanıma da başda. Əsas da qızlar, siz də vacibsiz. Çünki siz də ki, qızlar buranın bütün səliqəsinə. Mən sizi sevdim. Ümumiyyətlə, bütün mətbəx. Səsən uşaq olmaz. Bax, inan siz toydu, bütün dolmaları qızlar hamısı bükür. Yəni, hər bir şey uşaqlar götürməyir, hər bir şey. İndi isə gəlir 3-cü mərtəbəyə, ən əsas otağımız 3-cü mərtəbəyə. Mənası nədir? Mənası bir qızın daxilindəki gözəlliyin çölə vurması. Fikir verirsiniz, baxın, uşaq evində olasan, bilmirəm, insanın söz düyünlənir, boğazında qalır. İstəyir də vermək istəyir, o da sizindir. Bax, sənin istedadın var, görsən, bugün sənin üçün mən buradayam və digər bacıların xətrinə buradayam. Amma görsən, bizim vaxtımızda heç dəyər verən yoxdur. Eləcə oxuyurdum. Sağ ol, bu Məsiyə Amma ağırda gəldim, öz yerimi tutdum. Xalqın istəyir. Bax, mənim uşaq vaxtımda bu Aksal deyiləndə ki, tədbir var. Hamıdan birinci qapıda mən dayanırdım, yetim kimi. Hələ qapını açmırdılar, amma dayanırdım ki, Allahdan bilirdim ki, müğənni olacağım da. Bütün yeməkləri, Səbinənin toyunun bütün yeməklərini özünüz hazırlayacaq. Hamısını. Kababı, ət buradan verilir, hər şey buradan verilir. Bir dənə kababı artıq peşəkar kababçılar gələcək, sohbət eləyəcək. Özləri seçəcəklər. Yeməklərdən çox özünüz edin. Mən elə hiss elədim, qızlar. Mən sizə nəsə aşılaya bildimmi, ya yox, bilmirəm. Elədinmi? Dəqiq mi deyirsiniz? Bəli. Mən sizi çox sevdim. Həddindən artıq çox sevdim. İnsan olaraq, bir ana olaraq və gözəl bir musiqi duyumu olan və həqiqətən də insanlar cəmiyyət tərəfindən, xalq tərəfindən sevilən, seçilən bir müğənni olaraq
Sənə gəlin təşəkkürümüzü bildirik. Bunu sən qızlarımıza elə bir motivasiya verdin ki, elə bir onlara həyata bundan sonra biraz da fərqli, ümidli, xoşbaxt baxacaqlarını bugündən onlara verir. Tam elə də. İnanın qızlar, əsl ana nə cür yanaşmalıdırsa, Kəmələ xanım elə yanaşır. Valla bu bir tərif deyil. Bu bir reklam deyil. Mən bunu reklam üçün eləmirəm. Cümləyə cahan bilir ki, Bahar Lətif qızı internet uşağıdır. Burada ayıb bir şey yoxdur. Həyatdır. Sadəcə örnək götürmək lazımdır ki, uşaqlara dəyər, uşaqların dünyaya gəlməmişdən qabaq, uşağın məsuliyyətini hiss eləmək lazımdır. Var olun. Siz ki gəldiniz, bu düşünürəm ki, qızlar üçün həqiqətən çox böyük bir motivasiya oldu. Var olasınız, biz sizin ablamda gözləyirik Mən gələcəm ona. və ömrün verilişinə.